Sualı bizə tez-tez verirlər. Mənim üçün şəxsən ümumiyyətlə normal və yaxşı və keyfiyyətli və uzun müddətli istifadə olan optik linzalar istehsaldan söhbət gedirsə, ki, Alman istehsalıdır. Yəni ki, Radenstone kompaniyasının əsasən şüşələridir. Essilor kompaniyası var, yəni ki, bu Fransanındır. Onlar daha tanınmış bir şüşələrdirlər, yəni ki, Azərbaycanda. Amma seçimdə qalırsa, ki, mən belə deyərdim, böyüklər üçün daha keyfiyyətli olan şüşələr daha vacibdir. Ona görə ki, onların zamanı çox uzun olaraq və böyüklərdə eynək dəyişməsi o qədər də tez-tez olmur. Uşaqlar üçün söhbət gedirsə, tövsiyə bilərdim ki, olsun Türkiyə şüşələri, yəni ki, yenə qiymət baxımından. Ona görə ki, uşaqlarda eynəklər tez-tez dəyişilir və yazıq valideynlər yəni ki, həddən artıq yəni ki, tez-tez olaraq bu eynəkləri dəyişərək, yəni ki, maddi cəhətdə yəni ki, əziyyət çəkirlər. O ki, qaldı antiblik şüşələr alaq yoxsa sadə şüşələri. Antiblik şüşələr ümumiyyətlə əsasən vacibdir o insanlara, kim çox işləyir kompüterlə, həddən artıq həssas olan insanlara, kim maşın sürərək axşam vaxtında çəkir əziyyət. Və əsasən yəni ki, insanlar kim istifadə edir kompüteri uzun müddətli antiblik şüşələri istifadə edə bilərlər. Təşəkkürlər.